Doktor, yüksək təzyiqi olan şəxslər hansı fiziki fəaliyyətlərdən uzaq durmalıdır? Əslində yüksək təzyiq bu dəqiqə bütün dünyada çox ciddi bir sosial problemə çevrilib və statistikaya görə əhalinin bəlli yaşdan sonra böyük bir əksəriyyətində təzyiq problemi meydana çıxır. Təzyiq mütləq müalicə olunmalıdır və mütləq bir xəstə öz təzyiqini normada saxlamalıdır. Əgər təzyiq düzgün müalicə olunarsa, xəstədə fiziki aktivliyə heç bir məhdudiyyət qoyulmur. Amma təzyiq yüksək olan xəstələrdə fiziki gərginlik bu təzyiqin daha da çox artmasına və fəsadlara gətirib çıxara bilər. Ona görə təzyiqi yüksək olan xəstələrdə ilk birinci tövsiyəm fiziki və yaxud da emosional gərginliyi, hansı ki təzyiqi daha da çox arta bilər. Bunun qarşısı alınmalıdır və müvafiq müayinələrdən sonra düzgün dərmanlar yazılmalıdır ki, xəstə davamlı bu dərman müalicəsi ilə təzyiqi kontrol altında saxlayacaq. Ümumiyyətlə əhali, hər bir insan öz təzyiqini xüsusən müəyyən yaşdan sonra, 40 yaşdan sonra vaxtaşırı heç bir şikayət olmadan öz təzyiqini nəzarətdə saxlamalıdır. Çünki bəzi hallarda təzyiq yüksək olsa da xəstələr bunu hiss eləmir və bu fəsad olanda artıq meydana çıxır. Mütləq şəkildə müayinə olunmalıdır və hər hansı bir fiziki və yaxud da emosional gərginlikdən uzaq olmağını tövsiyə edirik.